Salam aleyküm. Bugün Sumqayıtda 21-ci mikrorayonda başladığımız mangal kompleksini sizə təqdim etmək istəyirəm. Bu kompleksimiz moykadan, qazanaltı peçdən, mangaldan və kürədən ibarətdir. Deməli, stol hissəsi tikildi, betonlandı. Sabahdan inşallah mangal və kürənin tikintisinə başlayacağıq. Deməli, həm mangalın, həm də kürənin döşəməsinin altına azbest lövhə atırıq ki, istilik içəri şkaflara gelməsin. Deməli, bundan əlavə də filtəmizi sizə göstərmək istəyirəm ki, yəni filtə qoyulanda qalın çubuq metal olduğu üçün bunun altına qalın fibr materialından adyal qoymuşuq ki, metal genişləndikcə, qızdırıcı genişlənəndə həm yanına qoyulan qraniti, həm də kərpişləri sıxıb patlatmasın. Həm də kürəmizin arxasına azbest, beşli azbest materialı atmışıq ki, kürənin istiliyini divara verməkdən qabağını almaq üçün. Mangalın tikintisi davam edir. Mangal qalxıb və kürənin arxa hissəsi tikilib, tamamlanıb. Deməli, kürənin qabağı tikilməlidir, qabağına qapı qoyulmalıdır. Deməli, kürənin izolyasiyası olunmamışdan qabaq buna mata ilə belə bir metal setka yapışdırmaq lazımdır ki, arkanın maksimal möhkəmliyini təmin edək. Ondan sonra zadüşka qoyulacaq buna izolyasiya olunandan sonra. Mangalımız deməli, moykadan ibarətdir. Qazanaltı peçdən. Deməli, qazanaltı peçimiz içinə həm qaz çəkilib bunun. Qazı da elə quraşdırmışıq ki, peçin filtəsinin halqalarına uyğun şəkildə, ona paralel şəkildə ki, həm də ki, odun yığıb işlədəndə heç normal olmasın. Həm tam odunla işləsin, həm qazla. Deməli, mangalımızın qapları qoyulub, aşağı küllüyün qapısı, deməli, hava klapanı ilə qoyulub ki, hava axını təmin eləsin. Mangalımız 14 şişlidir. Həmçinin mangalımızın içinə də qaz çəkmişik. Qazın məqsədi odunu alışdırmaq və yaxud da sac qoyub, sacla nəsə pişirmək istəyəndə o sacın altını isitmək üçündür. Əlavə deməli, bunu profillər qoymuşuq həmişəki kimi. İkinci cərgə şişləri düzmək üçün. Deməli, altdan 13-15 şiş və üstdən də yenə də həmin sayıda şiş düzmək mümkündür. Əlavə qazanı və yaxud da ət asmaq üçün zəncir və disek qoymuşuq ora. Deməli, kürəmiz 60-ın 70-ədir kürəmizin ölçüsü. Kürəmizin içinə də zavod istehsalı 2 dənə farsunka qoymuşuq. Ölçüləri 60-ın 70-ədir. Dediyim kimi kürəmizə də termometr qoymuşuq. Ondan sonra zadüşka qoyulub kürəyə ki, yemək pişəndə zadüşka bağlanır ki, kürənin istiliyi uçub getməsin. Deməli, kürəmizin qapısı, bu da aşağıdan hava klapanı ilə qoyulur. İçəridə hava ilə təmin edəsin, qazın yanmasını və yaxud da odunun yanmasını. Deməli, bu mangalımızın aşağısına plastik polkalar qoymuşuq hamısına. Etlaq döşənəndən sonra yerə. Deməli, qabağına taxtadan və yaxud da plastikdən taxtlarımız qoyulacaq inşallah. Deməli, bu mangalımızda çalışmışıq ki, başqa mangallardan tam seçilmək üçün yeni dizayn elementlərindən istifadə edilmişik bunda.
Bəli, həm aşağıda, həm də üstdə. Üstü bacasının aşağısında da təzə dizaynda yeni naxış tətbiq eləmişik ki, başqa heç bir manqallarda bu indeks istifadə olunmuyor və alovun emblemasını kərpişdən yonub qoymuşuq yuxarı. Gəzinin sağlığına qismət olsun inşallah, şaptırlar işləsin.